Sənədlərdə üç əsas ad diqqəti çəkir. Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli, onun müavini Məmməd İbrahim və bir də Ramiz Mehdiyevin yaxın adamı kimi təqdim olunan Eldar Əmirov. Bu üç fərqli küncdən olan insan bu yaxınlarda yenidən məhkəmə qarşısına çıxarılıb. Bəli, və məhkəmənin qərarı özü də istintaqın gedişatı haqqında bizə çox şey deyir. Mənbədə qeyd olunur ki, Sabunçu rayon məhkəməsi prokurorluğun tələbini təmin edib və hər üç şəxsin həbs müddətini daha 4 ay uzadıb. Bu o deməkdir ki, onlar ən azı payıza qədər Dövlət Təhlükəsizliyi Xidmətinin təcridxanasında qalacaqlar. Bir dəqiqə, gəl bu 4 ay məsələsində biraz dayanaq. Bu standart bir prosedurdur, yoxsa bu rəqəmin özü bizə nəsə bir mesaj verir? Yəni istintaq ləngiyir, yoxsa əksinə, iş o qədər böyükdür ki, əlavə vaxta ehtiyacı var? Çox yaxşı sualdır. Praktikada 4 aylıq uzatma adətən işin miqyasının və mürəkkəbliyinin göstəricisidir. Bu, onu göstərir ki, müstəntiqlərin əlində araşdırılmalı, çoxlu sayda sənəd, texniki dəlil var. Məsələn, telefon danışıqları, yazışmalar, dindirilməli onlarla şahid. Bu, biz hələ işin ortasındayıq və daha dərinə gedirik deməkdir. Digər tərəfdən, skeptik bir yanaşma ilə desək, bu həm də o anlama gələ bilər ki, istintaq hələ də möhkəm bir sübut bazası formalaşdırmaqda çətinlik çəkir və sadəcə vaxt qazanmağa çalışır. Amma sənin göndərdiyin sənədlərdəki tona baxsaq, daha çox birinci variantın üzərində dayanıldığını görürük. Məncə, işi əsl rezonans doğuran məqam ittihamın özüdür. Mən sənədləri oxuyanda ən çox buna təəccübləndim. Söhbət adətən siyasi fəallara qarşı irəli sürülən itaətsizlikdən ya da iqtisadi cinayətlərdən getmir. Sənədlərdə birbaşa Cinayət Məcəlləsinin 278.1-ci maddəsi göstərilir. Yəni, hakimiyyəti zorla ələ keçirmə və konstitusiya quruluşunu zorla dəyişdirmə. Bu, sözün əsl mənasında siyasi bir zəlzələdir. Tamamilə, ay sağ ol. Bu maddənin seçilməsi təsadüfi deyil. Hüquqi dildə bu, dövlətə qarşı cinayətlər kateqoriyasının ən ağır maddələrindən biridir. Bunun seçilməsi özü bir siyasi mesajdır. İstintaq orqanı deməyə çalışır ki, qarşımızdakılar sadəcə fərqli düşünən insanlar və ya müxalifət deyil. Onlar dövlətin varlığına təhdid törədən şəxslərdir. Bu ittiham işin bütün kontekstini dəyişir. O, ictimai rəyi formalaşdırır, məhkəmə prosesinə təzyiqi artırır və beynəlxalq aləmə də bu siyasi məsələ deyil, milli təhlükəsizlik məsələsidir siqnalını verir. Sənədlərdəki ifadəyə baxın, dövlətçiliyə qarşı yönəlmiş ciddi təhdid. Bu çox diqqətlə seçilmiş bir ifadədir. Və bu hekayə təkcə bu üç siyasətçi və ya keçmiş məmurla da bitmir. Sənədlərdə daha bir ad var. Hürriyyət TV-nin rəhbəri Vüqar Məmmədov. Onun da həbs müddəti eyni qərarla 4 ay uzadılıb. Birdən-birə işin içinə bir media rəhbəri də daxil olur. Bu, puzzle-ın hansı hissəsidir? Yəni, bu mənzərəni necə dəyişir? Bu, istintaqın əhatə dairəsinin və strategiyasının nə qədər geniş olduğunu göstərən kritik bir detaldır. Bir media nümayəndəsinin dövlət çevrilişi ittihamı ilə həbsdə saxlanılması onu göstərir ki, istintaqçılar sadəcə fiziki bir hərəkəti deyil, həm də ideoloji və informasiya hazırlığını araşdırırlar. Yəni, onlar iddia edirlər ki, burada siyasi qanad var idi, köhnə qvardiya ilə əlaqəli qanad var idi və bir də bu planlara informasiya dəstəyi verən media qanadı. Bu bir şəbəkə ittihamıdır. Bu addım həm də digər müstəqil və ya müxalif yönümlü mediaya çox sərt bir mesaj ötürür. Sərhədlər var və bu sərhədləri keçməyin nəticəsi ağır olacaq. Yaxşı, onda gəl birbaşa istintaqın özünə fokuslanaq. Əlimizdəki materiallar bizə pərdə arxasında nələr baş verdiyinə dair bir pəncərə açır. Orada qeyd olunur ki, müstəntiqlər 3 əsas istiqamət üzərində cəmləşiblər. Gəl bunları bir-bir açaq, çünki bu onların beyninin necə işlədiyini və nə axtardıqlarını anlamağa kömək edir. Birincisi, bu şəxslər arasındakı gizli əlaqələrin ortaya çıxarılması. Bəli, bu istintaqın onurğa sütunudur. Onlar sübut etməyə çalışırlar ki, bu insanlar, yəni bir-birinə, necə deyim, barışmaz rəqib kimi görünən ASCP sədri ilə köhnə hakimiyyət elitasının nümayəndəsi təsadüfən bir araya gəlməyiblər. Müstəntiqlər yəqin ki, gizli görüşləri, vasitəçilər üzərindən aparılan danışıqları, şifrəli yazışmaları, hətta pul axınlarını axtarırlar. Onların məqsədi məhkəmədə bir mənzərə yaratmaqdır. Baxın, bunlar fərqli düşərgələrdən olsalar da, hakimiyyəti devirmək kimi ortaq bir məqsəd üçün birləşmiş bir qrupdur. Bu əlaqəni sübut etmək bütün işin taleyini həll edə bilər.
İkinci istiqamət isə daha konkret və birbaşa ittihamla bağlıdır. Hakimiyyəti devirmək planlarının detallarının araşdırılması. Bu artıq sadəcə onlar danışırdılar demək deyil. Söhbət konkret addımlardan, strategiyadan gedir. Bu işi tamamilə başqa bir səviyyəyə qaldırır. Mütləq. Bu istintaq üçün ən çətin, eyni zamanda ən vacib hissədir. Plan nə idi? Küçə etirazları təşkil etmək, hərbiçilərlə əlaqəyə girmək, həyati vacib infrastrukturu iflic etmək. Onlar bu suallara cavab axtarırlar. Burada sübut etmək üçün təkcə söhbətlər yetərli deyil. İstintaqçılar konkret sənədlər, xəritələr, təlimatlar, bəlkə də silah-sursatla bağlı hər hansı bir dəlil tapmağa çalışacaqlar. Belə bir sübut olmadan ittiham daha çox niyyət səviyyəsində qala bilər ki, bunu da məhkəmədə sübut etmək daha çətindir. Yəni, onlar düşüncə ilə əməl arasındakı körpünü tapmağa çalışırlar. Və nəhayət, üçüncü və bəlkə də ən klassik element. Xaricdən gələn mümkün təsirlərin müəyyən edilməsi. Bu ifadəni post-sovet məkanındakı demək olar ki, bütün səs-küylü siyasi işlərdə eşidirik. Bu işə beynəlxalq bir ölçü qatır, elə deyilmi? Əlbəttə, bu çox güclü bir siyasi alətdir. Xarici əl narrativi, daxili siyasi mübarizəni bir anda milli təhlükəsizlik məsələsinə çevirir. Bu, hakimiyyətə imkan verir ki, təkcə daxili auditoriyaya deyil, həm də xarici tərəfdaşlara desin ki, bu, demokratiya və ya insan haqları ilə bağlı deyil, bu bizim suverenliyimizə qarşı bir təhdiddir. Sənin göndərdiyin materialda bu istiqamətin olması onu göstərir ki, istintaq ya həqiqətən də hansısa xarici dövlətin və ya təşkilatın